Salam əziz şagirdlər. 6-cı sinif ədəbiyyat fənnindən bugünkü mövzumuz Basatın Təpəgözü öldürdüyü boy olacaq. Əziz şagirdlər, biz keçən dərsimizdə Kitabi Dədə Qorqud dastanı haqqında öyrəndik. Dastan kimin dilindən verilib, hansı mövzuda yazılıb, dastanda hansı obrazlar iştirak edib, bu haqda danışdıq və ötən dərsimizdə biz Kitabi Dədə Qorqud dastanına daxil olan 12 boyun adını qeyd etdik. Biz bugünkü dərsimizdə Kitabi Dədə Qorqud dastanının 8-ci boyu olan Basatın Təpəgözü öldürdüyü boyun məzmunu ilə tanış olacaq və əsərlə bağlı olan təhlilimizi aparacaq. Gəlin ilk öncə ekranda bizə təqdim olunmuş sualın cavabını tapaq, sonra isə əsərimizin məzmununa keçək. Uşaqlar, sual belədir: epos hansı mövzudadır? Siz bilirsiniz ki, Azərbaycan şifahi xalq ədəbiyyatının həcmcə ən böyük janrı dastan janrıdır və dastanlar mövzu və ideya baxımından iki yerə bölünürlər: qəhrəmanlıq dastanı və məhəbbət dastanı. Azərbaycan ədəbiyyatında qəhrəmanlıq dastanına eposlar da deyilir və qəhrəmanlıq dastanında xalqın həyatı ilə bağlı olan tarixi hadisələrdən, onun haqq, ədalət və azadlıq uğrunda apardığı mübarizədən bəhs olunur. Belə dastanlarda qəhrəmanlar xalq içərisindən çıxmış mərd, igid insanlar olur. Azərbaycan ədəbiyyatında ən məşhur qəhrəmanlıq dastanı Kitabi Dədə Qorqud, Koroğlu, Qaçaq Nəbi, Qaçaq Kərəm dastanlarıdır. Qəhrəmanlıq dastanları əsasən xalq qəhrəmanları haqqında olan rəvayət və nəğmələr əsasında qələmə alınır. Uşaqlar, dastan haqqında geniş məlumatı isə biz Koroğlu dastanını keçərkən öyrənmişdik. Əziz şagirdlər, indi isə gəlin dastanımızın bu hissəsi ilə, bu boyu ilə bağlı olan ümumi məlumata diqqət yetirək. Azərbaycan Respublikasının Prezidentinin 2015-ci il 20 fevral tarixli 1059 nömrəli sərəncamına uyğun olaraq Basatın Təpəgözü öldürdüyü boyun Friedrich von Distin ön sözü ilə 26 dilə tərcümə və çap edilməsi haqqında əmr verilmişdir. Biz bugünkü dərsimizdə Basatın Təpəgözü öldürdüyü boydan danışacağıq və burada orijinallığı ilə seçilən bir obraz var, o da Təpəgöz surətidir. Uşaqlar, 8-ci boydakı Təpəgöz əhvalatı dünya xalqlarının şifahi ədəbiyyatında məşhur olan sujetlərdəndir. Təpəgöz surəti Yunanistanda yaranmış bir sıra sujetlərə qida vermişdir. Kitabi Dədə Qorqud dastanındakı Təpəgöz obrazı Homerin Odiseya dastanındakı Polifem obrazı ilə müqayisə edilmiş və daha qədim obraz olduğu da qeyd olunmuşdur. Basatın Təpəgözü öldürməsi boyunda eli zalım və qəribə düşməndən qorumaq motivi epik əsatirlərdə olduğundan daha qədimdir və Təpəgöz köçəri Türk Oğuz elini qorxudan ilk əfsanəvi düşmən olaraq qeyd olunmuşdur.